Və Əhl-i Sünnə kitabları Həzrət Əlinin fəziləti haqqında olan rəvayətlərlə doludur. O rəvayətlərdən biri də Allah Rəsulunun sallallahu aleyhi və səlləm deməsidir ki, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. Sadəcə bəzi firqələr, xüsusən də Şiə təriqəti bu rəvayətdən elə qənaətə gəliblər ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm özündən sonra Əlini xəlifə təyin etdi. Yaxşı, sual çıxır. Nə üçün Allah Rəsulu sallallahu aleyhi və səlləm bu məsələyə elə həc vaxtı Arafa günü vida xutbəsində toxunmur? Harada ki, bütün cəmaat orada idi. Yəmən əhli də orada idi. Məkkə əhli də orada idi. Taif əhli də orada idi və digər yerlərdən gələn cəmaat hamısı orada idi. Minlərlə cəmaat. Xutbə verir Allah Rəsulu sallallahu aleyhi və səlləm, mühüm məsələlərə toxunur və hətta Allahı şahid gətirir ki, Allahım şahid ol ki, mən təbliğ etdim, çatdırdım 3 dəfə. Amma bu məsələni demir, toxunmur bu məsələyə. Əli radiyallahu anh xəlifə olmasına toxunmur. Yəni, ən münasib məqam oradadır. Bu məsələyə toxunmur. Yəni, saxlayır Qədirxuma. Niyə? Məkkədən 200 kilometr aralıya. Təqribi 200 kilometr. Harada ki, cəmatın əksəriyyəti də artıq yoxdur. Məkkə cəmatı qaldı Məkkədə. Taif cəmatı yollandı Taifa. Ayrı-ayrı istiqamətlərdir. Həc bitib, hərə öz evinə gedir. Yəmən əhli Yəmənə və digər ətrafda olan cəmaat hərə öz bölgəsinə. Allah Rəsulu sallallahu aleyhi və səlləm və onun Mədinə cəmaatı, Mədinə ətrafında olan bölgələrin cəmaatı isə yollanır Mədinə istiqamətinə və Məkkədən 200 kilometr təqribi aralıda Qədirxum ərazisində dincəlirlər, dayanırlar. Və həmçinin nə üçün Allah Rəsulu sallallahu aleyhi və səlləm sarih, aşkar, açıq, aydın məna verən kəlmə istifadə etmədi? Əgər xəlifəlik məsələsi idisə, bir çox mənaları özündə daşıyan kəlməni istifadə edir, mövla kəlməsi. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim əcma'in. Deməli, vəhabilərin bildiyiniz kimi Qədirxumla bağlı bir sıra gətirdikləri şübhələr var. Hansı ki, hörümçək torundan da zəifdir və saman çöpündən batan adam necə saman çöpündən yapışır, o cür bu zəif şübhələrə əl atırlar və həqiqətən də vallahi sözün həqiqi mənasında özlərini rüsvay edirlər. Və kim də çıxır yeni bir ünvanla özünü deyək ki, ilahiyyatçı kimi təqdim edir, eyni şübhələri illərdir təkrarlayırlar, dildən dilə ötürürlər və təkrarlayırlar. Nədir bu şübhələrdən biri? Peyğəmbər sallallahu aleyhi və aleyh niyə görə həcdə, Ərafatda o qədər insanların arasında demədi ki, mən kimin mövlasıyam, Əli onun mövlasıdır, mən özümdən sonra xəlifə olaraq əlini qoyuram və niyə görə gəldi Qədirxum adlı bir yerdə ki, cəmaat dağılışıb getmişdi, az bir insan qalmışdı və orada başladı deməyə və niyə görə Mövla sözündən istifadə elədi ki, 80 dənə məna verir, nə bilim, 100 dənə məna verir, niyə açıq aşkar demədi. Burada diqqət çəkmək istədiyim məsələ bundan ibarətdir ki, yəni şübhə sırf olaraq, xas olaraq bundan ibarətdir ki, niyə çox insanın yanında demədi, az insanın yanında dedi. Fərz elə ki, az insanın yanında deyib, hətta 10 nəfərin yanında deyib. Ürəkləri rahat olsun da, yəni etiraf eləyək ki, hələlik. Peyğəmbər 10 nəfərin arasında deyib. Əbu Bəkirə deyib, Ömərə deyib, Osmana deyib, qoy ürəkləri soysun. Yaxşı, niyə görə Peyğəmbərin sallallahu aleyhi və aleyh bunu az adamın arasında deməsi sizin əlinizə bir bəhanə kimi düşüb? Yəni, nədən narahatsınız? Peyğəmbər bunu 3 nəfərin arasında desə, nə problemi var? O 3 nəfər də gedib başqalarına yayacaqdı da. Yəni, Peyğəmbərin qəbul etdiyi qərarlar Mədinədə idi. Əbu Bəkir xəlifə seçiləndə Səqifədə seçildi. Həcdə yığıb elan eləmədilər. Həmçinin Ömər, həmçinin Osman və digər məntəqələrə yayıldı. Yəni, nədir narahatçılığınız? Sahabələr xəyanət edib çatdırmayacaqlar başqa məntəqələrə deyirsiniz? Yəni, bunu biz desəydik, deyəcəklər ki, yəni bu Əbu Bəkirin haqqında olsaydı bu, desəydik ki, niyə az adamın içində deyib, deyəcəklər ki, sahabələr mərxain idilər, sahabələr çatdıracaqlar da cəmaata. Necə dini çatdırırlar, bunu da çatdıracaqdılar. Sənə əsrlər sonra çatdı da, düz və Ərəbistandan xeyli uzaqdasan sənin yaşadığın ölkə, sənin ölkə və məkan cəhətindən çatdı, sənə çatdı, məkan olaraq uzaqsan o Qədirxumdan, zaman olaraq neçə əsr sonra gəldi sənə çatdı da, ürəyin rahat olsun. Onlar da çatacaqdı da. Yox, Peyğəmbər cəmaatı yığmalı idi və milyonlarla insan arasında deməli idi. Bu cür suallar 1000 dənə qoyaram qabağınıza. Başınızı itirərsiniz ki, görəsən anasına cavab verək. Öyle birini veririk də, deyirik, niyə görə Peyğəmbər xəlifə təyin eləmədi? Əgər mühüm məsələdirsə xəlifə təyin eləmək, Əbu Bəkir gəldilər Peyğəmbərin vəfatından sonra gözlə qaş arasında Səqifədə düzüb qoşdular, xəlifə seçdilər, elə bu mühüm şey niyə Peyğəmbər etmədi? Edərdi də.
Yox, ümmətin ixtiyarına qoymuşdu. Ümmət özü mütləq birini seçə biləcəksə, öndə Əbu Bəkir ümmətin ixtiyarına qoyardı da. 2 il sonra peyğəmbərdən 2 il sonra vəfat elədi. Həmin sahabelər yenə sağ idilər. Özləri bir xəlifə seçərdilər. Yəni bilsən nə qədər sual qoyuram qabağınıza. Tam ciddi mənada deyirəm, başınızı itirərsiniz ki, hansına cavab verək bu sualların. Peyğəmbər sallallahu aleyhi və aleyhi 3 nəfərin arasında dedi. Onlar da yayıcıydılar cəmaata. Necə ki gəlib sənə çatdı. Sən yatıb yuxuda görmədin ki, belə bir hadisəni. Gəldi sənə əsrlər sonra çatdı da və sallam onlara da çatacaqdı da. Həmçinin də gör adamlar nə qədər cahildilər ki. Peyğəmbər sallallahu aleyhi və aleyhi qədərxunda vəsiyyət eləyib, insanlara moizə eləyib, insanlara. Bilirsən nə deyib? Deyib ki, mən sizin aranızda 2 əmanət qoyub gedirəm. Baxın, Əl-Cami'ül Kəbir kitabına müraciət edirik. Sunan-ı Tirmizi. Əhlüsünnə alimdir, Vəhabilər də qəbul edirlər. Şuayb Əl-Arnavutun təhqiqi ilə bu da Vəhabi mühəqqiqidir. Darur Risalətil Aləmiyyə tərəfindən çap edilib 6-cı cild. Səhifə 335-də. Rivayətin rəqəmi 4120. Deyir ki, Rəeytu Rasulullah sallallahu aleyhi və aleyhi fi həccətihi yevmə Arafətə. Gördüm Peyğəmbəri Allah Rasulunu Ərəfə günü yaxtubu, xutbə edir. Fəsəmi'tuhu yəqul və eşitdim ki dedi: "Ya eyyuhən-nasu, ey insanlar, inni tərəktu fikum ma in əxəztum bihi lan tadillu." Ey insanlar, mən sizin aranızda elə bir şey qoyub gedirəm ki, ondan tutsanız heç zaman azmazsınız. Lan tadillu. Heç zaman əbədi olaraq azmazsınız. Kitaballahi və itrəti əhlə beyti. Allahın kitabı və mənim itrətim əhli beytim. Və yazır ki, sahihun li qeyrihi. Bu səhih li qeyrihidir ki, mötəbər bir rivayətdir. Yaxşı, nə deyirsən buna? O deyirlər axı ki, Mövla sözü 100 dənə məna verir, nə bilim, niyə sırf xəlifə sözündən istifadə etməyib? Əvvələn, hələ həmin sualı biz də verə bilərik də, dost mənasındasa niyə dost sözünü ifadə edən sözdən istifadə eləməyib? İkincisi, həmin hədisin bütün sözlərinə baxsanız, mən daha avla deyiləm, orada avla sözündən istifadə edib, bu Quranda hansı məna gəlib, təfsirlər və s. Buna baxsanız, məlum olar orada nə mənada deyib. Amma mən hələlik bu mövzuya girmirəm, bu qalsın sonraya. Yaxşı, deyib ki, elə bir şey qoyuram ki, heç zaman ondan tutsanız azmazsınız. Niyə qəbul etməmsiniz bunu? Birbaşa xəlifəliyə dəlalət edən mənadır. Başa düşməsəniz, deyərsiniz, mən izah eləyərəm necə xəlifəliyə dəlalət edir. Niyə qəbul etmirsiniz, yaxşı? Ya əyyuhən-nəs, ey insanlar, yəni ey Əbu Bəkir, ey Ömər, ey Osman, sizə 2 əmanət qoyuram Quran əhl-i beyt. Bunlardan tutsanız, yəni bunlardan tutun. Onlara deyir ki, Əbu Bəkir, Ömər, Osmana deyir ki, əhl-i beytdən tutun. Bunlar özlərini orada xəlifə seçiblər. Nə deyirsən buna? Silsilətül Əhədis-i Sahihə kitabına müraciət edirik. Əlbaninin kitabı Vəhabi mühəqqiqi 4-cü cild Məktəbətül Məarif lin-Nəşr və Təvzi' tərəfindən çap edilən nüsxə Riyaz çapıdır. Saudiyədə çap edilib. Səhifə 355-də. Cild 4, səhifə 355. Hədisin rəqəmi 1761. Deyir, ya əyyuhən-nəsu, ey insanlar, ey Əbu Bəkir, ey Ömər, ey Osman, ey Vəhabilər, inni qad tərəktu fikum mə in əxəztum bihi lən tadillu kitaballahi və itrəti əhlə beyti. Mən sizin aranızda elə bir şey qoyub gedirəm ki, ondan tutsanız heç zaman azmazsınız. Biri Allahın kitabıdır, biri mənim itrətim əhli beytim. Yəni deyir ki, ey Əbu Bəkir, sən bu əhl-i beytdən tutsan azmazsan, yəni tutmasan özü qabağa çəksin, azacaqsan. Həmçinin 356-da, səhifə 356-da deyir, ləkinnəl hədisə sahihun. Hədis deyir, səhihdir. Əlbani deyir. Sonra görün nə deyir 356-da. Deyir, və qamə Rasulullah sallallahu aleyhi və aleyhi, Allah Rasulü qalxdı, yevmən finə xatibən. Bir gün bizim yanımızda xətib olaraq qalxdı, biməin yud'a xummən. Bir yerdə ki, xum adlanır. Beynə Məkkətə vəl Mədinə, Məkkə və Mədinə arasında. Həc deyil ki, Ərəfə deyil ki, Məkkə və Mədinə arasındadır. Allah həmd etdi və dedi ki, ey insanlar, fə innəmə ənə bəşərun. Mən bir bəşərəm. Rəbbim məni çağırıb və cavab verməliyəm. Sizin aranızda 2 ağır əmanət qoyuram. Biri Allahın kitabıdır, hidayətdir, ondan yapışın və s. Allahın kitabından tutun. Sonra deyir ki, və əhl-i beyti və bir də mənim əhl-i beytimdir. Uzakkirukumullah fi əhl-i beyti. 3 dəfə deyir ki, əhl-i beytin barəsində sizə xatırladıram. Bunu harda deyib? Ərəfədə deməyib, deyir qədərxumda deyib. Düz, yaxşı sual. Peyğəmbər niyə bu cür mühüm məsələni əhl-i beytlə Quranı təqdim edir ümmətə? Amma bunu
az adamın arasında deyir qədrxumda. Niyə bunu həcdə deməyib? Bu sualı vermək olar da, bir nəfər ateist gələr, Avropalı gələr, sənə eyni şübhəni verər, eyni sualı verər. Nə cavab verəcəksən? Niyə Peyğəmbər Quran və Əhl-i Beyti tapşırır? Bu cür mühüm məsələni həcdə demir, gəlir arada deyir, qədrxumda az insan arasında deyir. Yaxşı, buyur cavab ver. Əl-Musaddəqu alə Sahihən kitabına müraciət edirik. Hakim Nisaburi Sünnalinin kitabı, Dirasa və Təhqiq Mustafa Abdülqadir Əta, 3-cü cild, Darul Kutub el-İlmiyyə tərəfindən çap edilən nüsxə, səhifə 118-də, 4576 rəqəmli rivayətdə. Deyir, və nəzələ qədirəxum. Qədrxumda Peyğəmbər nazil oldu, yəni dayandılar orada. Deyir, ləmmə rəcəə Rasulullah sallallahu aleyhi və aleyh, o vaxt Peyğəmbər qayıtdı vida həccindən, Qədrxumda dayandılar və dedi, kəənni qəd du'itu fəəcəbtu. Deyir, sanki mən çağırılmışam və cavab verirəm, yəni gedmək üzrəyəm. İnni qad tərəktu fikumul səqələyn. Mən aranızda səqələyn qoyuram. Əhəduhuma əkbar minəl axar kitabullah. Biri digərindən daha böyükdür, Allahın kitabıdır. Və itrəti və bir də mənim itrətim də Əhl-i Beytimdir. Sonra deyir, İnnəllaha azza və cəllə mavlaya və ənə mavla kulli mu'min. Allah mənim mövlamdır və mən bütün möminlərin mövlasıyam. Thumma əxəzə biyyədə Aliyin radiyallahu anhu. Sonra Əlinin aleyhissalam əlindən tutdu və dedi, mən kuntu mavlahu. Mən hər kim mövlasıyam, bu onun vəlisidir. Hədisin haqqında deyir ki, həzə hədithun sahihun alə şərti şeyxeyn. Bu Buxarı Müslimin şərtinə əsasən səhihdir, amma gətirməyiblər öz səhihlər kitablarında gətirməyiblər. Bax, Qədrxumda Peyğəmbər deyir ki, sizə 2 dənə əmanət qoyuram, Quran və Əhl-i Beyt. Yaxşı, niyə bunu, bu mühüm məsələni həcdə çatdırmayıb? Yəqin ki, Vəhabi inkar eləməz ki, Quranı tapşırmaq mühüm bir şeydir. Bunu inkar eləməz. Yaxşı, niyə bunu həcdə ərəfədə deməyib? Gəlib az insan arasında deyib. Həmçinin həmin səhifədə 4577 rəqəmli rivayətdə də eyni deyir. Deyir, nəzlə Rasulullah sallallahu aleyhi və aleyh beynə Məkkətə vəl Mədinə, Məkkə və Mədinə arasında Peyğəmbər dayandı və başladı deməyə, yə əyyuhənnəs, ey insanlar, aranızda 2 şey qoyub gedirəm. Lən tadillu in ittəbə'tumuhumə. Ona tabi olsanız, in ittəbə'tumuhumə. Bunu da fırlatmaq olmur. Yox, mövladır, dostdur, qardaşdır, əmi oğludur, bacı oğludur, fırlatmaq olmur. Heç zaman azmazsınız bu ikisindən tutsanız. İkisi hansıdır? Allahın kitabı və mənim Əhl-i Beytim. Sonra deyir ki, ətə'ləmunə inni əvlə bil mu'mininə min ənfusihim. Gedin, baxın, görün bu əvlə bil mu'minin min ənfusihim Quranda nə məna verir, təfsirdə nə məna verir. Həmin mənanı Mövlaya da şamil eləmək olur. Bunu deyəndən sonra deyir, mən hər kimin mövlasıyam, əri də onun mövlasıdır. Yəni, rahat oldu ürəyiniz. Sahihul Cami-əs-Səğir kitabına müraciət edirik. Əlbaninin təəlifi, Əl-Məktəbül İslami tərəfindən çap edilən nüsxə, 1-ci cild, səhifə 482-də. 2458 rəqəmli rivayət. Səhihdir, Əlbani deyir, səhihdir. İnni tərikun fikum mə in təməssəktum bihi lən tadillu bə'di. Elə bir şey qoyuram aranızda ki, ondan tutsanız heç zaman azmazsınız məndən sonra. Lən tadillu fırlatmaq olmur. Yəni, fırladan qövün fırladacaq, gedəcək bir şey dartıb çıxardacaq İngilis kitablarından ki, tədillu sözü orada başqa mənaya gəlib. Siz bilməmişsiniz. Təməssəktum, əgər tutsanız, burada başqa məna verib. Bir də gördüm, Muaviyyə bir dənə fəzilət çıxdı ortaya. Yəni, fırladan qövün fırladacaq yenə də. Deyir, aranızda elə şey qoyuram ki, ondan tutsanız, heç zaman azmazsınız. Biri Allahın kitabıdır, bir də mənim itrətim Əhl-i Beytimdir. Hədis də səhihdir. Yaxşı, deyirsən ki, Mavla sözü bacı oğlu mənasındadır, əmi oğlu, xala oğlu, nə bilim nə. Yaxşı, açıq-aşkar söz, buyur, qəbul etmirsən? Etməmsən. Sünnən-i Tirmizi kitabına müraciət edirik. Əhl-i Alimi Tirmizinin kitabı, Əlbaninin təəlifi, Məktəbətül Məarif Nəşr və Tavzi' tərəfindən çap edilən nüsxə, Riyaz çapıdır, Savdiyyət çapıdır, Qumda Nəcəfdə çap edilməyib, səhifə 855-də. Hədisin rəqəmi 3788. Peyğəmbər sallallahu aleyhi və aleyh buyurur ki, mən sizin aranızda elə bir şey qoyuram ki, ondan tutsanız heç zaman məndən sonra azmazsınız. Bir Allahın kitabıdır, bir də mənim Əhl-i Beyt, itrətim Əhl-i Beytimdir. Hədis də deyir, sahihun, 3788 rəqəmli rivayət. Bu da sənə açıq-aşkar ləfz. Yəni, buyur, fırlat görə necə fırladacaqsan. İsnad cəhətindən səhihdir, ən məşhur, müasir, mühəqqiq saydığınız müftiniz Əlbani səhih hesab eləyib və mətin də açıq-aşkar dəlalət edir nəyə? Buna ki, Peyğəmbər Əbu Bəkrə deyib, Əhl-i Beytdən tutsan azmazsan, ha. Başa düşməsən, mən sənə izah verərəm üsuli dildə bunun məfhumun, məntuqun mənası nədir, bunu nəyə dəlalət eləyir. Halbuki açıq-aşkar vazihdir, yəni ən sadə bazarda da gedib heç bir savadı olmayan insan tapsanız, ona da bunu oxusan, ərəb olsa ərəbcə, Azərbaycanlı olsa Azərbaycanca başa düşəcək ki, burada məqsəd nədir. Həmin
Səhifədə 3786 rəqəmli rivayət. Burada da həmin məsələ qeyd olunur. Ey insanlar, aranızda elə bir şey tərk edib gedirəm ki, ondan tutsanız heç zaman azmazsınız. Allahın kitabı və mənim itirətim hədis də səhihdir. Velhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.